Bəli, buyurun. Aha. Hörmətli tədbir iştirakçıları, hər birinizi xoş gördük, salamlayıram. Tədbirimizə qoşulduğunuza görə vaxtlarıb, hər birinizə ayrı-ayrılıqda minnətdarlığımı bildirirəm. Bugünkü bizim mövzumuz 18 may Beynəlxalq Muzeylər Günü ilə bağlı olduğu üçün və istərdim ki, qısa da olsa məlumat verərdim və sonra sözü digər hörmətli həmkarlarıma təqdim edərdim. Mən istərdim elə öz muzeyimiz haqqında, Qala Qapıları Arxeologiya Etnografiya Muzeyi Abidə kompleksi haqqında qısaca da olsa məlumat verərdim və öz muzeyimiz haqqında digər əməkdaşlarımızı qiyabi şəkildə də olsa tanış edərdim. Qala Qapıları Arxeologiya və Etnografiya Muzeyi Abidə kompleksi inşasına 2012-ci il yanvar ayında başlanılmışdır. 2014-cü il yanvar ayında möhtərəm cənab prezident İlham Əliyevin iştirakı ilə açılış mərasimi olmuşdur. Bildiyimiz kimi tarixi Gəncə qalasının 5 qapısı olmuşdur. Yeni tikilən bu abidə kompleksi isə Məqbərə qapısı adlanan qapıların bərpa olunmuş variantıdır. Qala kompleksi Bakı-Gəncə magistral yolunun hər iki istiqamətində, yəni sağ və sol istiqamətində yerləşir. İki hissədən ibarətdir. Qala kompleksinin ümumi hündürlüyü 50 metrdir. Bürclərinin hündürlüyü isə 22 metri əhatə edir. Və kompleksin qarşısında 75 metr hündürlüyündə Azərbaycan Respublikasının dövlət bayrağı ucaldılmışdır. Və eyni zamanda hər iki qala kompleksini yeraltı tunel xətti ayırır. Və hər iki qala kompleksi Bakı-Gəncə yolunun sağ və sol istiqamətində yerləşir. Ümumilikdə 7 mərtəbədir. 5 mərtəbə əsas tarixi eksponatlarla əhatə olunmuşdur. 2 mərtəbə isə hündürlüyü qala bürcləri ilə əhatə olunmuşdur. Yeni tikilən kompleksin hər iki hissəsində deməli divarlarında, cinahlarda deməli Ulu Öndər Heydər Əliyevin Gəncə haqqında dediyi hikmətli sözlər öz əksini tapmışdır. Ulu Öndər Gəncə haqqında demişdir: Gəncə Azərbaycanın zəngin tarixi bir şəhəridir, diyarıdır. Biz hər birimiz harada yaşamağımızdan asılı olmayaraq Gəncə ilə fəxr edirik. Və çünki Gəncə bizə Nizami kimi dahi bir şəxsiyyət, mütəfəkkir bəxş etmişdir. Və buna görə də Gəncə və Gəncəlilər əbədi minnətdarlığa layiqdirlər. Sol cinahda isə möhtərəm cənab prezidentimiz İlham Əliyevin Gəncə haqqında dediyi hikmətli sözlər öz əksini burada tapmışdır. Gəncə öz qədimliyini qoruyub saxlamaqla yanaşı bugünkü gündə müasir siması ilə də yanaşma ilə də yüksək səviyyədə inkişaf etmişdir. Və hər iki qala kompleksinin deməli divarlarında xronoloji ardıcıllıqla tarixi salnamələri haqqında məlumatlar yerləşdirilmişdir, dərc olunmuşdur. Və hər iki deməli kompleksin fasad hissəsində xronoloji ardıcıllıqla deməli İran-Turan müharibələrini özündə əks etdirən Türk sərkərdəsi Əfrasiyabın Fars hökmdarı Keyxosrovu məğlub etməsi, Romalıların Gəncəyə hücumu, Usta Bəndərin rəhbərliyi ilə deməli Xarəzmlərin, Gəncəlilərin Xarəzmlərə qarşı hücumu, Cavad xanın Rusiyaya qarşı tarixi mübarizə səhnələri və Nuru Paşanın rəhbərliyi ilə Qafqaz İslam ordusunun Gəncəyə gəlməsi və 1920-ci ildə mayında bolşevizmə qarşı tarixi deməli Gəncə üsyanı və nəhayət ümummilli lider Heydər Əliyev Gəncədə vətəndaş müharibəsinin qarşısını alması kimi tarixi salnamələr dərc olunmuşdur. Və eyni zamanda Milli Qurtuluş Hərəkatının məhz Gəncə şəhərindən başlanması tarixi salnamələr dərc olunmuşdur. Və digər kompleksin digər hissəsində isə deməli burada Heydər Əliyev Gəncə haqqında dediyi fikirlər dərc olunmuşdur və həmin divarlarda xronoloji ardıcıllıqla Gəncənin Xalq Cümhuriyyətinin ilk paytaxt şəhəri olması, digərində isə Milli Qurtuluş Hərəkatının məhz Gəncə şəhərindən başlaması kimi salnamələr öz əksini tapmışdır.
Və eyni zamanda Qala Arxeologiya Etnografiya Muzeyi abidə kompleksinə xüsusi əzəmət verən qədim Gəncə darvazalarıdır. Darvazalar haqqında qısa tarixi bir məlumat vermək istərdim ki, 1139-cu ildə Gəncə şəhərində zəlzələ baş vermişdir və bu zaman Gürcü çarı 4-cü Dimitri şəhərə hücum etmişdir və şəhərin başsız qalmasından istifadə edən Gürcü çarı 4-cü Dimitri şəhərə hücum edir. Özü ilə bir sıra qənimətlər, o cümlədən də həmin Gəncə darvazalarını ələ keçirərək Gürcüstana aparır və həmin deməli Gəncə darvazaları hal-hazırda Gürcüstandakı Kutaisdəki Gelati monastırında saxlanılır. Yəni dəfələrlə müraciət olunmasına baxmayaraq hələ verilməmişdir. Hal-hazırda oradadır və həmin bu qala kompleksinə, muzeyə yəni tikilən bu darvazalar isə onun eskizləri, yəni bənzəri oxşarı əsasında hazırlanmışdır. Və eyni zamanda hər iki qala kompleksinin birinci mərtəbəsində Azərbaycanın dahi şairi Nizami Gəncəvinin dövründə yaşayıb yaratmış xələflərdən və sələflərdən ibarət olan şair və şairələrin, rəssamların, dövlət xadimlərinin səsim gəlir, xəyal zəhmət olmasa deyərdiniz. Bəli, gəlir. Deməli, hər iki qalanın birinci mərtəbəsində dövlət xadimlərinin, mütəfəkkirlərinin, nəqqaşların, şair və şairələrin rəsmləri sərgilənmişdir. Nizami Gəncəvinin öz şəkli, İmamzadə türbəsində İmam Məhəmməd Bağırın rəsmi, Cömərd Qəssabın rəsmi, Siti Gəncəvi, Rəqiyə Gəncəvi və digər burada şair və şairələrin şəkli sərgilənmişdir. Eyni zamanda bu qala kompleksinə xüsusi gözəllik verən dekorativ məqsədlə bəzədilmiş ovallarda 19-20-ci əsrə məxsus olan Qazax Gəncə xalçaları sərgilənmişdir və xalçaların üzərində olan ornamentlər, həndəsi fiqurlar, rəsmlər o dövrdə xalçaçılıq sənətkarlığının daha da yüksək səviyyədə inkişaf etdiyini özündə əks etdirir. Və deməli, eyni zamanda ovallarda hərb tarixinə məxsus olan təbərzin sərgilənmişdir ki, təbərzinin də deməli hərb tarixinə məxsus bir alətdir. Təbərzinin hər iki ucluğu daxilə doğru yönəlmiş olarsa, dövlətin daxili düşmənlərdən, əks təqdirdə xaricə doğru yönəlmiş olarsa, dövləti daxili düşmənlərdən müdafiə məqsədini irəli sürür. Sonra deməli muzeyin növbəti deməli mərtəbələrində, salonlarında duluçuluq məlumatlarını özündə əks etdirən saxsı qablar, miskərlik məlumatları, xalçalar, milli geyimlər burada öz əksini tapmışdır və sərgilənmişdir. Əlbəttə ki, hər bir eksponat bizim Azərbaycanın zəngin qədim tarixini özündə əks etdirir. Azərbaycanın tarixinin qədimliyindən, zənginliyindən xəbər verir və deməli, bugün hal-hazırda da tarixi abidələrimizin qorunması, tarixi muzeylərimizdə olan dəyərli eksponatların qorunması, tədqiqi və təbliği sahəsində bugün də hal-hazırda mühüm işlər, islahatlar uğurla həyata keçirilir. Əlbəttə ki, bu da möhtərəm prezidentimiz İlham Əliyevin və hörmətli Mehriban xanım Əliyevanın qədim zəngin tariximizə, tarixi abidələrimizə, muzeylərimizə, milli mənəvi dəyərlərimizə göstərdiyi diqqət və qayğının bariz nümunəsidir. Və əlbəttə ki, bu dəyərlərimizi qoruyub gələcək nəsillərə ötürmək isə hər bir vətəndaşın borcudur. Bu qədər öz muzeyimiz haqqında, Qala Qapıları Arxeologiya və Etnografiya Muzeyi haqqında qısa da olsa məlumat verdim. Və indi isə sözü digər hörmətli həmkarlarıma təqdim etmək istərdim. Azərbaycan Dövlət Aqrar Universitetinin İctimai Fənlər Kafedrasının baş müəllimi Səfərova Çinarə müəllimə. Burada sizə Çinarə müəllimə, buyurunuz, zəhmət olmasa sizi dinləyirik. Çox sağ olun, təşəkkür edirəm. Xoş gördük. Çox sağ olun, mən də salamlayıram hər kəsi. Beynəlxalq Muzeylər Gününə həsr olunmuş bu tədbirdə hər kəsi xoş gördük və mən dünyada ikinci olan
Ağdam Çörək Muzeyi haqqında məlumat vermək istərdim və eyni zamanda MDB məkanında, MDB ölkələr içərisində birinci yəni olan Ağdam Çörək, yəni birinci və yeganə hesab edilən Ağdam Çörək Muzeyinin yaradılması haqqında məlumat vermək istərdim. Bu muzey 1982-ci ildə Ağdam rayon partiya komitəsinin birinci katibi işləmiş Sadıq Mursayeva məxsusdur və həmin il deməli o dəyirmanda başlanan təmir bərpa işləri başa çatdırılıb. Yəni 1983-cü ildə noyabrın 25-də muzey ilk dəfə ziyarətçilərə açıq elan edilmişdir. Ümumiyyətlə muzeyin yerləşdiyi Çörək muzeyinin yerləşdiyi dəyirman 19-cu əsrin sonlarında rayonun tanınmış nəsillərindən olan Məhəmməd Qarayev tərəfindən inşa edilmişdir. Yəni yerli mədəniyyət abidəsi kimi dövlət tərəfindən qorunurdu. Həmin o dəyirman və kompleksə eyni zamanda Kərvansaray da daxil idi və Sovet dönəmində dəyirman həyəti adlanan bu ərazidəki Kərvansaray yaşayış üçündə uyğunlaşdırılaraq yerli sakinlərə verilirdi. Dəyirman 1987-ci ildə, yəni o tam işləv vəziyyətinə gətirilir və muzeydə aparılan tərtibat işlərini Mədəniyyət Nazirliyinin Bədii Tərtibat İdarəsinin əməkdaşı, deməli həmin dövrdə Edvard Krupkinin rəhbərlik etdiyi bir qrup tərəfindən həyata keçirilir. Ümumiyyətlə onu vurğulayardım ki, burada 1900 belə deyim ki, Ağdam Çörək Muzeyi ümumiyyətlə o illərə qədər ilk çörək muzeyi hesab olunurdu. Yəni Almaniyada ilk dəfə olaraq Ulm şəhərində, yəni ona qədər Almaniyada deməli Ulm şəhərində çörək muzeyi fəaliyyət göstərmişdi və ikinci hesab olunan isə Ağdam Çörək Muzeyidir. Ümumiyyətlə ki, bu Ağdamda az öncə də vurğuladım, köhnə dəyirman binasında fəaliyyətə başlayıb bu muzey və bu binada 2-ci Dünya müharibəsi dövründə Ağdamı elektriklə təmin edən bir bina oldu. Düzdür, dəyirman köhnəlmiş vəziyyətdə olsa da, amma o muzeyin belə deyək ki, fəaliyyətə başladığı dönəmdə müəyyən qədər orada sözsüz ki, restavrasiya işləri görülmüşdür. Və dəyirmanın bazasında çörək muzeyi yaradılır və əsas eksponat da dəyirmanın özü sayılır. Bu, deməli, dəyirmanda gündə 10 ton buğda üyüdülə bilirdi və muzeyə çox qısa bir müddət ərzində 1500-dən çox eksponat toplanılır və demək olar ki, həmin dönəmdə bütün rayonların deməli, eyni zamanda digər respublikalara müraciət olunur və hətta kosmik çörəklər də, yəni ki, kosmonavtların yedikləri çörəklər də o dönəmdə əldə olunub, ekspozisiyada nümayiş olunurdu. Bu haqda da onu vurğulayım ki, yəni əsas məlumatlar 1995-2000-ci illərdə Milli Məclisin deputatı olmuş, əslən Ağdamlı olan Çimnaz Əliyevanın yəni ki, müsahibəsində bu məlumatlar ətraflı vurğulanır və onun sözlərinə görə eksponatlardan biri Ağdamın Çalğantapa ərazisindən tapılan deməli 7000 il əvvələ aid olan yanmış buğda dənələri və eyni zamanda respublikaların ayrı-ayrı zonaların lavaşları, çörək nümunələri, taxıl növləri və qədimdən qalan əkinçilik alətləri də nümayiş olunurdu. Ağdam Çörək Muzeyinin 3 ekspozisiya zalı var idi və hətta Leningrad deməli blokadası dövründə bir qadın övladının sutkalıq çörək payını saxlayıb və 3 yaşlı övladının çörək payını da düzdür, özündə saxlayıb və uşağının ölümündən sonra o çörəyi yeyə bilməyib və 40 il bunu saxlamışdı. Söhbət 2-ci Dünya müharibəsi dövründən gedir və Rusiya kanalında həmin dönəmdə Ağdam Çörək Muzeyi haqqında bir sujet gedəndən sonra qadın məktub yazır və o deməli çörəyi muzeyə təqdim edir. Ümumiyyətlə, bəllidir ki, muzey Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində ümumiyyətlə zərər görmüşdür və hətta muzey 1992-ci il, yəni avqust ayının bilirsiniz ki, 92-ci illərdə gərgin döyüşlər dönəmində də elə işğalçı Ermənistanın deməli, o əsas hədəfi bəllidir ki, ya mülki vətəndaşlar olur, ya da tarixi mədəniyyət abidələrin olur. Bu da onların xislətindən belə deyək ki, irəli gəlir.
Əfsuslar olsun ki, Ağdam Çörək Muzeyi də məhz həmin dönəmlərdə bir neçə dəfə atəşə məruz qalmışdır və 1992-ci ildə 12 avqust Ağdam şəhəri keçmiş Əsgəran rayonunun Xanabad və Naxçıvan kəndləri tərəfindən güclü raket və top atəşinə tutulmuş və o raketlərdən biri də Çörək Muzeyinə düşmüşdür və Çörək Muzeyinin belə deyək, dağılmasına səbəb olmuşdur. Və hətta yanğın nəticəsində muzeyin bir çox hissəsi yəqin ki, nümayiş olunan kadrlardan hər kəsə bəllidir. Yəni, muzeyin demək olar ki, bütün eksponatları məhv olunmuşdur. Yəni 1500-ədək eksponat yanaraq kül olmuşdur və hal-hazırda sözsüz ki, biz qayıdışı, yəni Azərbaycan oğullarının qəhrəmanlığı, şücaəti nəticəsində eyni zamanda Ali Baş Komandanın güclü diplomatik siyasəti nəticəsində biz bugün Qarabağa qayıdışı təmin etmişik və Ağdam bəllidir ki, hətta bunu bir çox televiziya, xüsusilə də məsələn Əl-Cəzirə internet nəşri hətta 2010-cu ildə Ağdamı ruhlar şəhər adlanmışdır. Yəni Ağdamda bayrağımızın sancılmağına bir salamat bina qalmamışdır. Bu da erməni vandalizminin, vəhşiliyinin bir nümunəsidir. Və ümid edirik ki, biz qayıdışı yəni, təmin etməklə bərabər, əlbəttə ki, bu artıq reallaşır. Bütöv, yəni ki, Qarabağda məhv olan tarixi mədəniyyət abidələrimiz, eyni zamanda muzeylərimizin hər biri bərpa olunacaqdır. Eyni zamanda Ağdam Çörək Muzeyi də hesab edirəm, yəni o muzey də yenidən fəaliyyətə başlayacaqdır. Mən bir daha Azərbaycan torpaqlarının ərazi bütövlüyünü təmin edən şəhidlərimizin ruhu qarşısında baş əyirəm və dərin hörmət və sayğı ilə onları anıram. Çox sağ olun. Çox sağ olun Çinarə müəllimə. Mən də sizə təşəkkür edirəm. Vaxt ayırıb qoşulduğunuza görə, dəyərli məlumat verdiyinizə görə çox sağ olun müəllimə. Təşəkkür edirəm. Çox sağ olun, siz də sağ olun. Buyurun. Və mən istərdim indi isə sözü Gəncə Dövlət Universitetinin Ümumi Tarix Kafedrasının baş müəllimi İbrahimova Nərgiz müəlliməyə təqdim edərdim. Nərgiz müəllimə, burada sizə buyurun, zəhmət olmasa sizi dinləyirik. Xoş gördük Aynur xanım. Hər birinizi salamlayıram. Təşəkkür edirəm belə bir yenidən seminar keçirdiyinizə görə. Hər birimizə məlumdur ki, 18 may muzeylər, beynəlxalq muzeyləri günüdür və mən də Gəncəmizin belə deyək, Gəncəmizdə yerləşən ən böyük və ən qədim muzey haqqında məlumat vermək istərdim ki, Gəncə Tarix Diyarşünaslıq Muzeyi və Gəncə Tarix Diyarşünaslıq Muzeyi hal-hazırda bugünkü günümüzdə də bir çox belə deyək, turistlərin, başqa qonaqların, Gəncəmizə gələn qonaqların hər birini özünə cəlb edir və hər bir belə deyək, tarixçilərin də yolu oradan keçir. Nizami Gəncəvi adına olan Gəncə Dövlət Tarixşünaslıq Muzeyinin əsası 1924-cü ildə qoyulmuşdu. Muzey Gəncə şəhərində yerləşir və ən böyük, belə deyək, ən qədim muzeydir. Hazırda da muzey yerləşdiyi bina 19-cu əsrdə tikilibdir. Muzeyin yaradılmasına Gəncə seminariyasının bir qrup müəllimləri, hansı ki müəllimləri və tələbələri də iştirak etmişdilər. İlk illər muzey iki şöbədən ibarət olmuşdu, diyarşünaslıq və kənd təsərrüfatı. Həmin illərdə muzeydə 500 eksponatla fəaliyyət göstərən muzeyin hazırda fonunda 30 mindən çox eksponat qorunur, saxlanılır. Bu muzey Qərb bölgəsinin ən zəngin muzeyində daha çox burada arxeoloji, etnoqrafik eksponatlar üstünlük təşkil edir. Muzeyin belə deyək, ekspozisiyasında Gəncənin qədim dövrlərindən başlamış son zamanlara qədər olan tarixi, arxeoloji tapıntı nümunələri, maddi mədəniyyət abidələri, etnoqrafik, epiqrafik, numizmatik nümunələr 18 salonda nümayiş etdirilir. Muzeyin əsas fonunda 24785 eksponat vardır. Onlardan arxeologiya, etnoqrafiya, rəssamlıq, heykəltaraşlıq, fotoşəkilli sənət, hardasa ki, numizmatika sahələrinə aiddir. Muzey belə deyək, hal-hazırda iki şöbədən ibarətdir. Bugünkü dövrümüzdə qədim dövr və müasir dövr şöbələri vardır ki, qədim dövr şöbəsi Azərbaycanın ən qədim zamanlarından 19-cu əsrin sonlarına dək olan tarixini
hissəsini əks etdirir. Gəncə yaxınlığında tapılmış tunç təbərizin və onun düzəldilməsi üçün istifadə olunmuş daş gəlib muzeyin eksponatı sırasına daxildir. Həmçinin muzeydə ekspozisiyasında eradan əvvəl 2-ci minilliyə aid 2 metr 20 sm olan qadın skeleti və onun belə deyək, onunla bərabər bastırılmış bəzək və məişət əşyaları da həmin muzeydə müşahidə olunur. Muzeydə 7-ci əsrə aid olan Qafqaz Albaniyası hökmdarına məxsus qəbirüstü abidə saxlanılır. Bundan başqa muzeyin ekspozisiyasında Qafqaz Albaniyası dövrünə aid gümüş qadın tacı, Nizami Gəncəvinin qəbrindən aşkarlanmış çıraqlar, Gəncə Xalçaçılıq Məktəbinə məxsus parça nümunələri və Azərbaycan tarixinin müxtəlif dövrlərinə aid sikkələr, zərgərlik nümunələri, müxtəlif dövrlərə aid olan saxsı qablar nümunələri, metal işləmə nümunələri və Gəncə xanlığının ən əsaslı bayrağı da burada daxildir ki, bu muzeydə qorunub saxlanılır. 1927-ci ildə Göygöl rayonunda mənşəcə Alman olan Hümmel arxeoloji qazıntılar aparmışdı və o tapılmış eksponatlardan bir hissəsini Göygöl Diyarşünaslıq Muzeyinə təhvil vermiş, digər bir hissəsini isə öz vətəninə göndərməyə nail olmuşdu və 1961-ci ildə Göygöl və Gəncə muzeyləri birləşdirilmişdi. 1954-cü ildə Nizami Gəncəvi adına Ölkəşünaslıq Muzeyi hal-hazırda Əziz Bəyov ünvanına köçürülmüşdü. Həmin vaxtda muzey 7 böyük zaldan ibarət olmuş 3 şöbəyə bölünmüşdü. Təbiətşünaslıq, inqilaba qədərki dövr və Sovet dövrü. Gəncə Dövlət Tarix Diyarşünaslıq Muzeyi 1972-ci ildə yerləşdiyi binaya köçürülmüşdü. Bu bina Cavad xanın nəticəsi İsmail xan və Adil xan Ziyadxanovların şəxsi mülkü olmuşdu. Cavad xan Gəncənin axırıncı müstəqil xanı idi və Gəncə əyalətində irsi olaraq müstəqil hökmdarlığa malik idi. Adil xan və İsmail xan Ziyadxanovlar Cavad xanın nəvəsi, Əbilvət xan Ziyadxanovun oğulları idi. Adil xan Adeyrin hələki dövründə Azərbaycanın İrandakı səlahiyyətli nümayəndəsi olmuşdu və Adeyrin süqutundan sonra isə Türkiyəyə mühacirət etmişdi. Gəncənin polis rəisi olan İsmail xan isə 1920-ci ildə istinqsaqsız məhkəməsiz güllələnmişdi. Onların şəxsi mülkü olan bu bina bir çox binalar kimi Sovetlərin əlinə keçib. Sovet dövründə də burada bir çox idarə və təşkilatlar yerləşibdi. Bina bugün də Cavad xanın, eləcə də Adeyrin varisi kimi canlı bir tarix olaraq öz əzəmətini qoruyub saxlayır və hal-hazırda da Gəncədə Gəncəmizin ən gözəl yerlərindən birində yerləşir və bizim üçün Gəncəmiz üçün dəyərli və bir tarixi muzeydir. Çox sağ olun, təşəkkür edirəm dinlədiyiniz üçün. Bu haqda. Bu qədər. Çox sağ olun Nərgiz müəllimə. Biz də sizə təşəkkür edirik. Vaxt ayırıb tədbirimizdə iştirak elədiniz. Geniş və ətraflı şəkildə məlumat verdiniz muzeyimiz haqqında. Çox sağ olun müəllimə. Çox sağ olun. Təşəkkür edirəm. Sağ olun Aynur xanım. Sağ olun, buyurun. Və istərdim indi sizə sözü Gəncə Dövlət Tarix Mədəniyyət Qoruğunun elm işçisi Abbasova Nalə xanıma təqdim edərdim. Nalə xanım, buradasınızsa buyurun, zəhmət olmasa sizi dinləyirik. Nalə xanım, buradasınızsa buyurun, dinləyirik sizi. Nalə xanım, sizi dinləyirik. Buyurun. Aynur xanım, Nalə xanım yoxdur. Onun da çıxışı var idi, yəqin üzrlü səbəblərdən. Belə bilmərəm. Bu qədər. Yenə də hər birinizə, hörmətli həmkarlar, qoruq əməkdaşları, hər birinizə ayrı-ayrı xüsusi təşəkkür edirəm. İstər məruzəçilərə, istərsə iştirakçı qismində iştirak edən hörmətli həmkarlarıma təşəkkür edirəm. Çox sağ olun, vaxt ayırıb tədbirimizə qoşulduğunuza görə. Sağ olun. Biz də sizə sağ olun. Buyurun, çox sağ olun.